Ya Allah, Allah, ya Allah. İlahi, əllərimizi naumid qaytarma. Amin deyən dilləri lal öldürmə. Bağışlamamış bizi bu dünyadan aparma. Bu günü bizə mübarək elə. Dünyada İmam Baqir əleyhissalamın ziyarətindən, qiyamətdə o həzrətin şəfaətindən bizi binəsib eləmə. Öz evin ziyarətin, Peyğəmbər, Əhl-i Beyt ziyarətin bütün arzusunda olanlara bu cəmə qismət elə. Bu il Kərbəla ziyarətini bütün arzusunda olanlara bu cəmə qismət elə. Dünyada İmam Hüseyin ağanın ziyarətindən, qiyamətdə şəfaətindən bizi məhrum eləmə. Bizi bundan artıq bir-birimizə mehriban elə. Bizi şeytan, nəfs-i əmmarə şərrindən hifz elə. Hər kim hər vasitə ilə, malı ilə, canı ilə, elmi ilə, hər yolla sənin dini və xidmət göstərir. Dünya və axirətlərin abad elə. Bu dinə, İslama, bu xalqa, bu millətə xəyanət eləyənləri zəlil elə. Kimlər ki bizdən dua istəyiblər, iltiması dua deyiblər, hamısının hacətlərini rəva elə. Ömrümüzün axırınacan bizə halal, minnətsiz ruzi mərhəmət elə. Qiyamət günündə günahkar gözlərimizi, günahkar qəlblərimizi cəhənnəm odunda yandırma.